Salam uşaqlar. Bugün biz Namazovdan səhifə 102, məsələ nömrə 12. Bu məsələyə baxacağıq. Deməli, məsələnin şərti səhv gedib, ona aydınlıq gətirəcəm. Məsələdə deməli, usta və şagird detal hazırlayırlar. Usta normalda 60 detal hazırlayır gün ərzində. Şagird də 40 detal hazırlayır. İkisi bir yerdə deməli 100 detal hazırlayır. Və onların 100 detalı 100% təşkil edir. Lakin bu dəfə usta 60 detal yox, yəni 100% işini yox, 105% işini görür. Yəni 60 detaldan artıq hazırlayır. Şagird isə 40 detal onun normasıdır, 100%-dir. O isə 90% işi görüb, yəni 40 detaldan az hazırlayıb. Gəlin baxaq 60-ın 105%-i, 40-ın 90%-i neçədir? Deməli, 60-ın 105%-i uşaqlar 63-dür. Yəni 63 detal hazırlayıb usta. 40-ın da 90%-i 36-dır. Yəni 36 detal hazırlayıb şagird. Bunlar ikisi bir yerdə neçə detal hazırlayıblar? 63 ilə 36 eləyir 99 detal. Əgər deməli 100 detal 100%-i təşkil edirsə, 99 detal da 99%-i təşkil edir. Belə uşaqlar. Ümid eləyirəm ki, məsələni başa düşdünüz. Sağ olun.